Salam əzizləyicilər, bu günlərim tort hazırlayıram. Bunun üçün əvvəlcə biskvitlərini hazırlamışam. İndi isə yığmasını göstərirəm, yığılmasını. Bunun üçün biskvitimizi islatdıq şərbət vasitəsilə, molakolu şərbət. Daha sonra qaymaq kremi əlavə etdik. Sonra aralarına banan və çiyələk jelesi əlavə edirəm. Çiyələyin özündən də istifadə edirəm, jelesindən də istifadə edirəm. Mən yığılmasını göstərirəm. Yəni kanalımızda biskvitlərin hazırlanması olduğu üçün yenidən biskvitlər hazırlamadım və indi isə arasına yenidən qaymaq krem, çiyələk və çiyələk jelesi. Onu da qeyd edim ki, damla şokolad da əlavə etdim. Çəkilişdə görsənməyib. Bu cür etdikdən sonra belə kəpənəklər çıxartdırmışam. Belə bir qız şəkli çıxartdırmışam. Bunu tortumuzun üzərinə yerləşdiririk və üzərinə mumcuq səpirik. Kənarlarını da bu cür kremlə bəzədik. Bizim tortumuz artıq hazırdır. Göründüyü kimi çox gözəl, ləzzətli bir tortumuz alınmışdı. Əgər bəyənirsinizsə kanalımıza dəstək olun. Abunə deyilsə abunə olun. Like etməyi unutmayın. Çox sağ olun.